Bildiyimiz kimi, ölkə başçısı cənab prezidentin sərəncamına əsasən Naxçıvan Su Kanalı İdarəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeçiliyinə verilmişdir. Biz də Nəqliyyat və Xüsusi Texnika İdarəsi olaraq bugünkü gün nəqliyyat vasitələri və xüsusi texnikalara baxış keçirdik. Ümumi vəziyyət qənaət bəxşdir, lakin yenə də çatışmamazlıqlar var. Bildirmək istəyirəm ki, agentliyin rəhbərliyinin Naxçıvan şəhəri digər bölgələr kimi xüsusi diqqət yetirilir. Çatışmamazlıqları aradan qaldırmaq üçün biz və rəhbərlik əlimizdən gələn bütün vasitələrdən istifadə edərək dəstək olacaq. İşlərimiz operativ şəkildə günün tələblərinə uyğun olaraq operativ şəkildə təşkil olunur. Yəni çağırışlar gəldiyində avtomobil texnikalar 24 saat ərzində vətəndaşların qəbuluna hazırdır və qəzalar yerindəcə həll olunur.